Selamun Aleyküm və Rəhmətullah. Əziz və dəyərli izləyicilərimiz, qardaş və bacılar, hər birimizi xoş gördük. Allahın salamı, salavatı, rəhməti və bərəkəti siz əzizlərin üzərinə olsun inşallah. Mahi Məhərrəmdir, əza aydır, qəlblərin matəm aydır, aşiqlərin, Əhl-i-Beyt sevərlərin əzalı günləridir. Başda zamanı imamı olmaqla Mövla İmam-ı Zaman əleyhissalama baş sağlığı təhsil ərz edirik və bütün müsəlmanlara, xüsusən də Əhl-i-Beyt dostlarına. Bu əzadarlığımızın daha da faydalı olması bizim üçün fərqli bir hava yaratması, bizim üçün islah və təskiyə olunmağımız üçün Peyğəmbər və Ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və Ali Muhammed və accil və rəcəhum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Bir daha əzizləri hər biri salamlayıram. Allah bu məclisimizi âli eləsin. Eyni zamanda izləyən qardaş bacılarımızı da Allah hifz eləsin. Esselamu aleykə ya Əba Əbdillahil Hüseyn və alə Ali ibn-i Hüseyn və alə evladil Hüseyn və alə əshabil Hüseyn və alə zəvvaril Hüseyn. İmam Hüseyn əleyhissalam Əhl-i Beyt əleyhissalamın vilayətini çatdırmaqda, Allahın həqqaniyyətini çatdırmaqda bir dənə mübarizə aparıb ki, ümum bəşəri dəyərləri özündə ehtiva edir. Bu qədər təsir gücünə malikdir. Peyğəmbər salavatullahdan, Əhl-i Beyt əleyhissalamdan hədislərimiz var ki, müminin qəlbində İmam Hüseynə xüsusi bir məhəbbət olar, gizlin bir məhəbbət olar ki, adı gələndə, adı səslənəndə qəlblər yaşarar, qəlblər kövrələr, qəlblər qəmlənər, insanın halı dəyişər. Baxın, biz bunu əvvəlki illərdə demişik, yer düşdükdə yenə deyirik, təkrarsızlıq olmasın. O imamdır ki, dünyaya gələndə insanlarda bir təbəssüm olmadı, xüsusən Əhl-i Beytin üzvlərində. O Peyğəmbər salavatullah, Əmir əl-Müminin, xanım Zəhra salamullah aleyhə və digər məsumlarımızın ki, üzləri gülmədi. Yəni nə? Ki, Peyğəmbər elə əvvəldən xəbər vermişdi ki, onun dini, onun qoyduğu məktəb, bu şəxsiyyətin, bu ali şəxsiyyətin, bu məsumun, bu imamın şəhadəti ilə nicat tapacaq. Bəzən bu cür olur. Bir şeyin, bir həqiqətin üzə çıxmaq üçün, bir azadlıq əldə olunması. Görürsünüz, deyirlər ki, azadlıq qurban tələb edir. Biz bunu yaxşı dərk edən bir xalqıq. Niyə? Bizim 20 yanvar hadisələrimiz var. Bizim 31 Mart soyqırımımız var. Bizim Xocalı soyqırımımız var. Bizim Qarabağ döyüşləri var. 1-ci Qarabağ, 2-ci Qarabağ. Biz şəhid vermiş xalqıq. Şəhid verən bir cəmiyyət yaxşı başa düşür Kərbəla məktəbini, İmam Hüseyn məktəbini. Mümkün deyil ki, bu məktəbi anlamasınlar. Şəhid verən bir xalq yaxşı dərk edir haqq və batilin bir-birindən mübarizəsini. Allah ömür versə, bu 10 gün ərzində biz bu məktəbdən aldığımız təsirləri, öyrəndiyimiz dərsləri daha yaxşı, daha dərindən dərk eləməyə çalışacağıq, daha yaxşı başa düşməyə çalışacağıq və ruhiyyəmizdə, nəfsimizdə təskiyə və islah yolunda ümid eləyək ki, Allah bizə tövfiqat verər bu günlərdə, istifadə eləyək.
Dünən də dedik, bu 10 gündə bizdən əsas tələb olunan 3 mühüm məsələ var. Əlbəttə, məsələlər çoxdur, ha. 3 mühüm məsələyə xüsusən diqqət etmək lazımdır. Birinci budur ki, təfəkkür. İnsan təfəkkür eləyərək bu əzadarlığı dərk eləyər, başa düşər, anlayır, fikirləşər. İndi danışıcı zamandan bu vaxt Allah qoysa. İkinci budur ki, insan tədəbbür eləyər. Yəni bir tədbir tökər, insan nəticəni bilər. Ki, nəticəni bilir daha doğrusu. Başa düşür ki, bu məktəb nə verib cəmiyyətə, nə bəxş eləyibdir. Və üçüncü təəqqüldür, yəni dərk eləyərək. Nəinki kör-köranə. Baxın, bugün cəmiyyətdə bu məktəbə iradlar tutulursa, əlbəttə ki, iradlar hamısı yersizdir, söz yoxdur. Bizim buna bir narahatsızlığımız yoxdur. Bax, irad adətən o yerlərə tutulur ki, onu özündə yaşaya bilməyən insanlarda bu qabarıq hal baş verir, bu mənfi hallar. Ki, cəmiyyətin də bəzi ünsürləri, o, sənin o halı yaşamadığı və əsas tutub, bu günlərim səni tənqid eləməyə çalışır, sənə irad bildirir. Bizdə adətdir da. Bir nəfər səhv edirsə, deməli, hamımız pisdir. Yox, belə bir şey yoxdur. Bu o demək deyil, məsəl üçün, bütün hicab bağlayanlar hamısı gözəl insanlardır. Yox. Bu o demək deyil, məsəl üçün, bütün hicabsız xanımlar hamısı pisdir. Yox, belə bir şey yoxdur. İnsan dərk eləməyəndə, düşünməyəndə, təfəkkür eləməyəndə ortaya bir xoş məhsul çıxmayacaqdır. O deyir, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Düşüncələrimizi inkişaf elətdirməsək, düzgün hədəf tapmasaq, nəticə etibarilə düşüncə və təfəkkür yoxluğu bizdə formalaşacaq. Və bunun zərərlərini biz görəcəyik. Necə ki, Yezid cəmiyyətində, dövründə ki, insanlar düşüncə və təfəkkürdən geri qalmışdılar. Yadda saxlayın, cəmiyyət ağıldan düzgün istifadə eləməyəndə dırnaqarası qəhrəmanlar formalaşacaqdır. Və həmin adamlar trendə çevriləcək, həmin insanlar brendə çevriləcəkdir, həmin insanlar sizə örnək kimi göstərəcəklər və bir də baxacaqsan ki, çox dəxlisiz, çox məntiqsiz, hətta deyərdim, çox səviyyəsi aşağı olan insanlar onlarla görüşmək üçün cəhd edəcəklər. Filan kəsi gördüm, filan kəslə şəkil çəkdirdim, filan kəslə video çəkdirdim. Bax, nəticədə gəlib bu duruma çıxacaq. Nəticə etibarilə cəmiyyət zəkası və zəif olan adamları qəhrəman kimi təqdim edəcək. Bax, bu gəlib hala gəlib çıxacaq. Niyə? Çünki insan islah və dirçəlmək istəmirsə, məhkumdur bu insan. Bu cəmiyyətə məhkumdur. Bu cəmiyyətə məhkum, mütləq məhkumdur. Ona görə biz çalışmalıyıq ki, bir əməlin mənəvi çəkisini onun zahiri miqyasından deyil, arxasında dayanan niyyətin saflığı ilə ölçməliyik. Peyğəmbər nə deyir? Əməllər niyyətə görədir. Yəni, insan ictimai məsələlərdə ən mühüm meyar budur. Eyni zamanda fərdi məsələlərdə də ən mühüm meyar budur. Yəni, insan özünün təskiyyəsi və islahı üçün bu 3 məqam mühümdür. Təfəkkür, tədəbbür və təəqqül. Mən sizdən biraz bu barədə söhbət eləyək. Təfəkkür nədir? Tədəbbür nədir və təəqqül nədir? Bunların bir mənasını başa düşək. Ümumiyyətlə, ərəb dilindən təfəkkür başlanğıc nöqtəsidir. Başlanğıc nöqtəsidir. Bizim düşüncəmizin səbəblərini anlamağa yönəltdikdə və hadisələrin kökünə vardıqda əslində təfəkkür etmiş oluruq. Yəni, bir məsələnin necə ortaya gəlməsini, ərsəyə gəlməsini insan düşünər. Necə bu oldu, nə cür baş verdi, hardan bu qaynaqlandı, bunun mənbəyi nədir? Necə oldu ki, İmam Hüseyin 10 il sakit dayandı, 10 ildən sonra başladı mübarizəyə qalxmağa. Bax, bu bizi düşünməyə vadar edir, təfəkkür eləməyə vadar eləməlidir. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə səlli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. Mən sizdən xahişim, ricam budur ki, diqqətlə qulaq asaq, danışmağı saxlayaq. Çünki danışmaq həmişə hər yerdə var. Onsa bütün gün danışırıq da, mətbəxdə, parkda, telefonda, WhatsAppda, sosial şəbəkələrdə. Əgər bura yığışmışıqsa, sizlər də
bura qulaq asırsa fikrimiz özümüzdə olsun inşallah. Yəni söz təkəbbürlü yaratması biz bunu bilirik, öyrənmişik. Siz də biləsiniz, amma gəlin bir yerdə əməl eləyək işə. Bir yerdə bu işə riayət eləyək. İnsan təfəkkürlə bir işin səbəbini və kökünü axtarmalıdır. Mən niyə sinə vururam? Mən niyə ağlamalıyam ki? Mən niyə hər bu işi qeyd eləməliyəm? Bu mənə nə verir? Məni nəydən saxlayır və mənə inkişaf verirmi? Mənim 40 yaşım var, 50 yaşım var. Bunun mənə faydası nədir? Bunun nə faydası var? Əgər faydalı bir şeysə göstər. Çünki cəmiyyət praktikanı görmək istəyir, cəmiyyət reallığı göstərir. İnsanlar adına gördüyü şey yanılırlar. Görmədiyi şeylərə inanmaq bir çətin prosesdir. Əqli, fəlsəfi bir araşdırma, müzakirə tələb edən məsələ, düşün tələb edən bir məsələdir. Ona görə bizim ilk növbədə əsas işimiz bu prosesi, bu hərəkatı düşünməkdir, analiz eləməkdir, təfəkkür eləməkdir. Niyə İmam Hüseyin sustu? Niyə onu sakit dayandı? Məqsəd nə idi? Həqiqətən bu adam taxta havası döyürdü. Həqiqətən bu adam maddiyyat üçün vuruşurdu. Həqiqətən bu adam mənəviyyat üçün mü gəlmişdi? Yoxsa difa eləmək üçün gəlmişdi? Bu çox mühüm məsələdir. Çox böyük prosesdir. Bu bizi təfəkkür məsələsinə yönləndirir. İkinci dedi ki, biz bu əzadarlığı tədəbbürlə eləməliyik. Tədəbbürlə. Yəni, tədəbbür ərəb dilində dübür sözündən də əzizlər. Burada bir sonu, bir nəticəni düşünmək burada nəzərdə tutulur. Yəni, mən bir işin nəticəsini fikirləşməliyəm, onu düşünməliyəm. Düşünmədən, yəni kör-körənə atılan təqlid, kör-körənə edilən əməllər bir nəticə fayda verməyəcək. Bir də baxacaqsan ki, bir nəfər 5 ildə namaz qılmır. Ki, belə adamlar siz məndən çox görmüşsünüz bəlkə də. Bir nəfər məsələn 10 ildə hicab edir, hicabsızdır. Bir nəfər məsəl üçün belə deyək, 40 ildir məclis verirdi. O qapını örtdü oradan, xahiş edirəm. İndi o məclis verə bilmir. İndi o məclisdən uzaqdır. Niyə? Tədəbbürsüz ibadət eləyir. Hələ mən təfəkkür demirəm, ha. Tədəbbürsüz ibadətdən məşğul idi ona görə. Yəni, nəticəni düşünmürdü. Düşünmürdü ki, bir gün bu namaz da qılmaya bilər. Yəni, ciddi yanaşmadı məsələyə, məsuliyyətli yanaşmadı. İmam Hüseyin Aleyhisselamın mübarizəsini tədəbbürsüz düşünmək çox çətindir. Analiz eləmək mümkün deyil. Tədəbbür eləməyən insanlar zaten böhtan atacaqlar. Siz hər gün ağlayırsınız deyəcəklər. Siz filan qəbri öpüb, daşı öpürsünüz. Müəyyən sözlər deyəcəklər. Niyə? Çünki tədəbbür eləmədən danışır. Anlamadan danışır. Başa düşmədən danışır. Sənin niyyətin həqiqətdə bizi irad tutmaq üçün məktəb yaxınca söhbət edəyək. Yaxın ayda söhbət edəyək. Əgər təfəkkür, yəni səbəbləri tanımaq və tədəbbür, nəticələri tanımaq ikisi bir yerdə birləşsə, baxın, həm təfəkkür, həm tədəbbür. Biri səbəbi tanımaqdır, biri nəticəni tanımaqdır. Mən səbəb, niyə İmam Hüseyin getdi? Niyə ailəsindən getdi? Niyə İmam Hüseyin adi elementarlı bir dənə sual verin da? Keçən də bu sual verilmişdi. Niyə İmam Hüseyin Aleyhisselam həcc mərasimini tərk elədi? Biz dünənlərin Zilhəccə ayından sağollaşdıq. İmam Hüseyin Aleyhisselam həcc mərasimində idi. Həcc mərasimini yarımçıq qoydu, getdi İmam Hüseyin Aleyhisselam. Əlbəttə, bu da bir başqa mövzudur, ha? Amma bir haşiyə üçün deyim ki, İmam Hüseyin Aleyhisselam Kəbənin ehtiramını qorudu. Ki, Kəbəyə bir müdaxilə olmasın. Kəbənin ehtiramını öz canı və qanı bahasına qorudu. Amma zaman göstərdi ki, İmam Hüseyin qətliamından sonra Yezid Kəbəni yandırdı. Gördünüz? Cəmiyyət sonradan başa düşdü ki, səhv addım atıb, təfəkkür və tədəbbürü birləşdirə bilməyiblər. Yezid cəmisi 3 il hakimiyyətdə oldu, hər ilə bir tarixi faciə törətdi. Məşhur Hicra hadisəsi, ki, neçə min qadının sinəsinin döşlərini kəstirdi.
Neçə min qadın zinadan uşaq dünyaya gətirdilər. Nə qədər Quran hafizlərini qətlə yetirdi Yezid. Sonra Kərbəla hadisəsi və Kəbənin yandırılması. Hicri 61, 62, 63. Bax, İslamın ən qanlı yaddaşlarındandır. Qadınların sinəsini yandırmaq, kəsmək, atasız uşaqlar dünyaya gətirmək, zinadan üzr istəyirəm və Kəbənin yandırılması. Yavrusu böyük bir İslam tarixçisi, böyük bir qara ləkə idi. Və buna səbəb cəmiyyət özü oldu. Buna səbəb cəmiyyət özü oldu. Niyə? Çünki tədəbbür və təfəkkürü birləşdirə bilmədilər. Səbəbləri İmam Hüseyin niyə? Özü bir dənə mesaj idi. Niyə Hüseyin ibn Əli, niyə Hüseyin ibn Əli həcc mərasimini tərk elədi? Baxın, bir dəstə insan gəldilər İmam Zeynalabdinə şikayət elədilər ki, Allah hara baxır? Görmədi bu qadınların üzürsəm döşlərini kəsiləndə Allah hara baxırdı? Dedi, nə imamı tək qoydunuz? Əlbəttə bu uzun hadisədir. Biz bunu keçən danışmışıq. Təkrarçı sizi yormaq istəmirəm. İstəyirəm bu dəfə məsələ fərqli gözdən baxaq. Cəmiyyət düşünmək istəmirsə, şeytanı günahlandırmayaq, xahiş edirəm. Nəfsi günahlandırmayaq. Sən özün bir dənə addım atmaq istəmirsənsə, sən heç kimi günahlandırma. Nə mühiti günahlandırma ixtiyarın var, nə heç kimi günahlandırma ixtiyarın yoxdur. Öz ruhu, öz nəfsini təzkiyə eləmək istəmirsənsə, heç nəyə bəhanə, məscidi bəhanə eləmə, kitab bəhanə eləmə, ruhani bəhanə eləmə, heç nəyə bəhanə eləmə. İmam Zamanın yanından fərəz duası oxumağın da bir mənası yoxdur. Biz özümüzü düzəltməliyik. Yəni, öz ruhumuzu təmizləməliyik, təzkiyə eləməliyik. Nə qədər ki, bu olmayacaqdır, heç bir şey. Bax, o cəmiyyət tədəbbür və təfəkkürü birləşdirə bilmədilər. Səbəbləri tanımağı və nəticələri tanımağı birləşdirə bilmədilər. Əgər birləşsəydi, bu ikisinin birləşindən təəqqül ortaya çıxacaqdı. Təəqqül nədir? Yəni, ağılla dərk eləmək. Sonra bir dəstə insan döydü başa ki, biz niyə Hüseyin ibn Əlini ortada qoyduq? Təkdə buraxdıq. Tənha buraxdıq. Yadda saxlı, insan təfəkkür və tədəbbür məqamını birləşdirsə, təəqqül meydana gəlsə, nə olacaq onda? İnsan və o cəmiyyət cəhalət üzründə qala bilməz. Çünki bu anlayış, bu təfəkkür, bu məfhum cəhalətə uyğun gəlmir. Ola bilməz, insan dərk eləsin, ağıl sahibi ola, insan dərk elə, amma günah elə mümkün deyil. Mümkün deyil. Təfəkkür eləyən insan səbəblərə müraciət eləyir, köklərini tanıyır və bununla da cəhalətin qaranlığını yararaq öz varlığında mərifət nurunu yaradır. Öz varlığında mərifət nurunu yaradır. Yaratdı. İndi mərifət nuru yaran nə olacaqdır? Mərifət nuru yarandan bir nəticə ortaya çıxır. Yardı, daşı yardı, o torpağı qazdı, əkdi, torpağa bir həyat verdi, toxum cücərdi, nəticəni gördü, dərk edir ki, bunu yaradan bir Allah var. Dərk edir ki, Allahın buna lütfu var, Allah buna rəhmi var, Allahın tövfiqatı var bu işdə. Demək, Allah səndən təfəkkür, tədəbbür və təəqqül istəyir. Sonra bir məsəl var, dilə məndən nə dilərsən? Amma mən durum, heç bir şey addım atmadan, heç bir düşünmədən, heç bir nəfsi təskiyə eləmədən, heç bir axtarış eləmədən deyim, Allah, sən mənə bir şey ver də, o bir məsəl var, üzürsən böyüklərimizdən. Allahdan buyruq, ağzıma buyruq. Sən 1000 dəvədə kitab alsan, qat-qat kitablarda alsan, sən nə bilmir, 30 mindən qat-qat kitablarda alsan, bunların bir xeyri olmayacaq, bunların bir faydası olmayacaq. İstəyirsən 70 dənə kitab oxu, istəyirsən 100 dənə kitab oxu. Amma bir dənə oxu əməl elə. Bir dənə oxu düşünmə, düşün. Bu nə üçündür? İmam Hüseyin əleyhissalamın Kərbəla hadisələri bizə bunu öyrədir. Bizə bunu başa salır. Bizə bunu aşılayır, bizdə bunu ayıldır. O yatmış qəlbimizi, yatmış düşüncələrimizi, pas bağlamış qəlbimizi, qəsavət bağlamış qəlbimizi,
o donmuş beynimizə, bu da bizə bunu açıqlayır. Çünki bir tərəfdən şeytan vəsvəsə eləyir, digər tərəfdən həva-i nəfslə mübarizə aparırsan, qolun qanadın qırılıb, təfəkkür yox, tədəbbür yox, təəqqül yox, təhlil yox, analiz yox, araşdırma yox, tədqiq yox. Ya Hüseyin, vay Hüseyin, bunun bir xeyri olmayacaq. Sənə güləcəklər, tənə vuracaqlar, irad tutacaqlar, tənqid atəşə düşələcəksən və heç bir şey də əlindən gəlməyəcəkdir. Çünki sən oxuduğun, etdiyin bir şeyin nə fəlsəfəsini bilirsən, nə araşdırmamısan, nə tədqiq və analiz edəməmsən. Ona görə də biz cəhalətə məhkum olacağıq, öz ruhumuzu tənəzzülə aparacağıq. Və nəticə etibarilə heç aqibətimiz də yaxşı olmayacaqdır. Aqibətimiz də yaxşı olmayacaqdır. Heç nəinki İmam Zaman özümüzə vaxt ayıra bilməyəcək. Adam ki, özünə vaxt ayıra bilmirsə, özünü düzəldə bilmirsə, İmam Zamanı yaddan çıxartsın. İmam Zaman iş Fərəd surasını sadəcə quru-quru oxuyacaq. Vəssalam. Sadəcə quru-quru oxuyacaq. Bu qədər əsrlərdə oxunurdu. Deməli, bir boşluq var, orada bir zərər var, bir ziyan var, bir görə bilmədiyiniz bir nöqtə var, o nöqtəni tapmaq lazımdır. O nöqtəni tapmaq lazımdır. Nöqtələr var, o üzr istəyirəm, o şək təbabətində belə bir tibbi müayinə üsulu olan nöqtələr var. İnsanın bədənində üzr istəyirəm, o nöqtələrlə müalicə metodlarında, beyində, bədəndə, əldə, ayaqda o nöqtələrə həkimlər, xüsusi mütəxəssislər var da, o nöqtə ilə insanın müalicə edən həkimlər var. Bax, biz də özümüzü mənəvi müalicə eləmək istəyirsə, bədənimizdə, yəni ruhiyyəmizdə, düşüncələrimizdə o saxtakarlığı, o boşluğu tapmalıyıq, oranı müalicə doldurmalıyıq.